Salam, hər vaxtınız xeyir. Müəllimlər Birliyi Tədris Mərkəzi Roman Yusubov. Demək, bu günlər sizinlə coğrafiya test toplusu birinci hissə, endogen proseslər və relyef, morfostrukturlar mövzusunda olan testlərin izahına baxacağım. Bu məqsədlə ekranın sağ tərəfində xeyli sxem və qrafiklər, şəkillər yerləşdirmişəm ki, dərsimizə daha çox xəritələr və şəkillərdir ki, demək dərsimizin izahımız daha anlaşılır, daha aydın olsun. Testə başlayırıq. Bir dəqiqə öncə sizdən bir xahişim var ki, videonu bəyənin və kanala abunə olun. Bir də videonu hansı bölgədən izlədiyinizə hökmən çalışın ki, imkan daxilində daha doğrusu, hökmən yox, imkan daxilində videonun şərh bölməsində yazsaz, biz bundan çox məmnun olacağıq. Sizin hər birinizə mən çoxlu uğurlar arzulayıram və başlayıram testə. Birinci test. Yaylalar verilmiş sıranı müəyyən edin. Bizdən yaylaları soruşur. Bilirsiniz ki, bunların adında var elə Amazon ovalığı, bu eşitmişsiniz bu söz çox, Qərbi Sibir ovalığı. İki variantda bilə bilərsiniz, rəngindən də bilərsiniz. Qərbi Sibir ovalığının rənginə baxın. Rəngi, Qərbi Sibir ovalığının rəngi yaşıl rəngdədir. O elə yaşıl rəngdən bilmək olar. Amma adından da bilinir də, Laplato ovalığı, sonra Turan ovalığı var. Şərqi Avropa düzənliyinin çox səsi ovalığı, yüksəkliyi qarışıqdır. Yaylalar fiziki xəritədə biraz dik yer olduğuna görə biraz sarı və yaxud biraz qəhvəyi rəngdə verilir. Məsəl üçün, Orta Sibir yaylasının rənginə fikir verin. Braziliya yaylasının rənginə fikir verin. Bir də Dekan yaylasının rənginə fikir verin. Demək, yaylaları siz heç bir halda yaşıl rəngdə olan ərazilərdə axtarmayacaqsınız. Mesopotamiya ovalığı da rənginə fikir verin. Yaşıldır. Dekan yaylı idi, Orta Sibir yaylı idi. Burada Mesopotamiyaya görə doğru cavab deyil, D variantı. Faili dağlara aiddir. Dağlar mənşəyinə görə 3 yerə bölünür. Qırışıq dağlar var, faili var, bir də qırışıq faili dağlar var. Seismik zonalarda Kordilyer Antalpı-Himalay Sakit Okean odlu qövsündə həmin xəritəni gətirdim ekrana, belə fasilələr verəcəm, tez-tez gətirəcəm. Fasilə deyərkən o fasiləni siz hiss eləməyəcəksiniz də, yəni mən özüm üçün eləyəcəm o fasiləni. Alp-Himalay sistemi, Kordilyer Ant sistemi, bir də Sakit Okean odlu qövsü burada verilib, rəngindən bilinir. Yəni bu rəng olan yer, bu rəng, bir də bu rəng olan ərazilər. Orada yerləşən dağlar cavan dağlardır. Bundan kənarda yerləşən dağlar isə faili dağlardır. Məsələn, Abbalas kənardadır, Əjdaha Kap kənardadır, Böyük Xinqan dağları kənardadır, Ural, Skandinaviya dağları kənardadır, Böyük Sahil Silsilə kənardadır. Yəni seismik zonalardan kənarda yerləşən dağlar. Bu həmin o seismik zonalardan kənarda yerləşən dağlar faili dağlar sayılır. Onlara niyə faili deyirlər? Çünki cavan dağlar qırışıq mənşəli olur. O cür dağlar tektonik qırılmalar orada çox olur ona görə. Doğru cavab Kap Drakon, yəni əjdaha, bir də Abbalas. Abbalas seismik sistemindən kənardadır, gördünüz, Kordilyer sistemindən. Sonra bu sarı rəngdə verilənlər, daha doğrusu narıncı rəngdə, okean içərisində olan litosfer tavalarının aralanması nəticəsində əmələ gələn seismik zonalardır. Əjdaha Kap dağları, burada Drakon əjdaha demək idi. Sonra demək Abbalas, bir də Kapdır ki, biraz aşağıda idi burada. Belə idi də, Drakon, yəni əjdaha, bu da Kap. Drakon bizdə daha çox əjdaha dağları kimi işlənir elmi ədəbiyyatlarda. Sonra üçüncü suala baxırıq. Ən iri relyef formaları yaranır. Təbii ki, endogen proseslərin, yəni litosfer tavalarının hərəkətinin nəticəsində. Endogen proses deyəndə 3 cür proses nəzərdə tutulur. Litosfer tavalarının tektonik hərəkəti, zəlzələlər və vulkanlar. Sonra növbəti sualda deyir ki, ovalıqlar verilən sıranı müəyyən edin. Yenə də fiziki xəritəyə baxsız rəngindən də bilə bilərsiniz. Çünki fiziki xəritədə ovalıqların rəngi verilib. Dünyanın fiziki xəritəsini ekrana gətirdim sualı həll etmək üçün. Ovalıqlar verir. Turan ovalığı, bəli, Orta Sibir yaylı idi. Bu hissədə həm adı elədir, həm də ki, xəritədə baxsız görəcəksiniz qəhvə rəngində. Lap adına da baxsız görəcəksiniz yayladır. Bu deyil. Dekan yayladır, bu hissəyə baxırıq. O deyil. Anadolu da yaylı idi bu hissədə, Türkiyə. Ona görə də bu da deyil. Qərbi Sibir ovalığı, Mesopotamiya, Amazon budur özü. İndi baxaq. Rəngi yaşıl rəngdə olacaq, çünki səviyyəcə 0-200 metr səviyyəni əhatə edir. Elə də hündür yer deyil. Demək, Qərbi Sibir ovalığı, bu əvvəl yazılarımı silim. Qərbi Sibir ovalığı, fikir verin, yaşıl rəngdə, adında da ovalıq sözü var. Mesopotamiya ovalığı həmçinin yaşıl rəngdədir. Bir də ki, adında ovalıq sözü var. Mesopotamiya qədim, demək, Şumer mədəniyyəti bilirsiniz də, keçmişdən tarixi böyük olan bir ərazidir. Tanıyırsan, çox eşitmişsiniz onu. Bir də Amazon ovalığı burada. Yəni, hamının çox eşitdiyi bir mövzudur, ona görə dedim. Tibet, bu bizim cavabımızdır.
Tibetə baxaq, Tibet yayladır. Ona görə ovalıq istəmişdi deyə biz bunu götürmürük Tibet yaylası. Sonra burada D variantından danışaq Tibetdən. La Plata, Mesopotamiya, La Plata burada idi. Mesopotamiyada bir vaxt göstərmişdim bu hissədə. Bunlar ovalıq idi. Buna görə də burada Tibetə görə olmayacaq. Bu hissədə isə Y variantında isə demək təkcə Efiopiya görə olmalı. Çünki Efiopiyanın rənginə baxın, həm də adına baxın. Adına baxın Efiopiya yaylası, rənginə baxın qəhvəyi rəngdə. Demək ki, o da deyil. Növbəti sual. Ərazisinin xeyli hissəsi dünya okeanı səviyyəsindən aşağıda yerləşən ərazidir. Bilirsiniz, Xəzər dənizi sahilində yerləşən ərazilər okean səviyyəsindən aşağıdır. Çünki Xəzər dənizi özü okean səviyyəsindən -27 metr təxminən aşağıdır. Dəyişir bu səviyyə. Adi yaşıl rəngdə olan ərazilər 0, məsələn bu cürdə. O 0-200 metr hündürlüyü olan ərazilərdir. Tünd yaşıl rəngdə olan, biraz qələmi naziləşdirək, çox qalındır. Demək, adi rəngdə olan 0-200 metrdir. Amma tünd Xəzər dənizi sahilə bu hissələrə fikir verin. İndi bu yazdığımı siləcəm, baxın. Tünd rənglər. Buralara baxın, bu hissədə Küraraz ovalığında da var. Ona görə Xəzər dənizinin sahil bölgələrini, yəni Küraraz ovalığı da götürə bilir. Bir də şimal hissədə Xəzər sahili ovalığı daha böyük bir ərazidir. Ora okean səviyyəsindən aşağıdadır. Doğru cavab Xəzəryanı ovalıq, bir də yəni bu hissə, bir də Küraraz ovalığı bu hissə. Sonra davam eləyən növbəti sualından deyir ki, mütləq hündürlüklərlə düzənliklərin düzgün sırasını müəyyən et. Düzənliklər belədir ki, hündürlüyünə görə 3 yerə bölünür. Var ovalıqlar, yüksəkliklər, yaylalar. Mən bunu sizin üçün çəkə də bilərəm. Belə düşünün, belə düşünün. Sxematik təsvirdə belə tamamlar olmur. 0-200 metr hündürlük səviyyəsi olsa və səthi nisbətən hamar olsa, indi tam dediyimiz kimi tam da hamar olmurdu, biraz nisbətən hamar. Buna ovalıq deyilir. 200-500 metr aralığında hündürlüyü olsa, amma səthi nisbətən hamar olsa, buna yüksəklik deyilir. Səthi nisbətən hamar olanda, çünki hamar olmasa düzənlik deyə bilməyəcəksiniz, ona görə. 500 metrdən daha artıq olsa, amma səthi nisbətən artıq. Amma səthi nisbətən hamar olsun, da belə dağlıq yox. Çünki dağlıq olsa deyə bilmərik biz ona. Çünki bunlar düzənliyin növləri. Demək 0-200 metr olanda ovalı, 200-500 metr, burada yazmamışam, yazım. Bir saniyə mən onu yazım, buradakı tam fikrimiz aydın olsun. Ovalıq, yüksəklik, bu da yayla. Düşünürəm ki, fikrim aydındır. Demək, cavab variantına baxsaq, bizim yazdığımız hansında var? 300 metr aidiyyəti yoxdur. 200 metrə qədər yüksəklik yox ovalıq. Yüksəklik 200-1000 metr səhvdir. 500 metrə qədərdir. 250 səhvdir. Yüksəklik 200-500 artıq D variantı düzdür. 200-ə qədər ovalıq. Yüksəkliklər 200 metrdən 500 metrə qədər. Yaylar da daha artıq. Təbii ki, soru gerisi də doğru olmayacaq. 7-ci suala baxaq. 7-ci sualda deyir ki, mütləq hündürlüyünün azalmasına görə dağların sırasını, yazılmış sırasını müəyyən edin. Hər birinin sizdə dağların mütləq hündürlüyünün öyrənməsi üçün cədvəl olub. Hansı tədris vəsaitindən hazırlaşırsınızsa da var. Çünki demək olar ki, hamısında bu var. Yəni, axtarsaz belə tapa da bilərsiniz. Çox kitablarda var. Axtarmağım düşünürəm ki, çox asan bir şeydir. Yəni, var. Ant dağlarının ən yüksək zirvəsi Aconcagua-dır. 6995 metr. Ona görə bunu bildik. Sonra Alp dağları Mont Blanc 4807 metr. 4807 metr. Sonra Apalas dağları Mitchell 2037 metr. Qafqaz dağı Elbrus 5642 metr. İndi bunların müqayisə aparsaq, görərik ki, deyək ki, mütləq hündürlüyünün azalmasına görə ən hündür olmalıdır Ant dağları 4. Sonra Qafqaz Elbrus 5642 ilə gələcəkdir. Ondan sonra Alp 4000, Alp yəni Mont Blanc zirvəsində. Orada 4308. Ona görə 3 gələr. Apalas da ki, ən sonda 4132. Baxaq, 41 B variantı 7-ci sualda doğru cavabdır. 8-ci sual. 8-ci sualda görək nə deyir. Meseta, Darfur, Böyük Hövzə, Altiplar məntəqələ birləşdirən ümumi adı ki, olan hamısı yayladır. Məsələn, bir dənə Böyük Hövzə yaylasından bilə bilərsiniz. Burada mən bir xəritə yerləşdirmişdim, seismik zonalarda yerləşən yaylalar. Görək onu tapaq. Bunun heç elə ehtiyac yoxdur, yəni çünki hər yerdə var da, hamı bilir ki, bu Böyük Hövzə yayladır.
Ona görə bax, məsəl üçün Böyük Hövzə yaylası, Altiplano, xəritədə onların yeri mən sizə göstərirəm. Böyük Hövzə yaylası baxın burdadır. Altiplano bax burdadır. Sonra Ant dağlarının üzərindədir yəni. Sonra Böyük Hövzə, Darfur, Ağakartibes, Darfur, Şahid dağlar da həm də yayla tiplidir biraz. Dağlıq yaylalar yazar yəqin. Denudasyon yaylalardır, hə. Denudasyon yaylalardır, düz olacaq. Sonra keçdik bir də Altiplano, Böyük Hövzə, Darfur, Mesetadakı İspaniyadadır bu burada. Sonra keçək 9-cu suala. 9-cu sualda deyir ki, Şərqi Afrika, Tibet və Meksika coğrafi obyektlərini birləşdirən Meksika həm ölkə kimi də deyə bilərsən. Amma burada Şərqi Afrika ilə Tibetə baxanda bilirsiniz ki, yaylalardan söhbət gedir. Çünki fiziki xəritədə burada Tibet yaylası var, Şərqi Afrika yaylası var, burada Meksika yaylası var. Hər üçünün rənginə fikir verin. Ümumiyyətlə yaylalar qəhvəyi rəngdir. Çünki hündür bir düzənliyə deyilir. Yəni səthi nisbətən hündür olan, səthi nisbətən hamar olan hündür bir əraziyə deyilir yayla. Yəni 500 metrdən çox olur. Hətta Tibet yaylası 5000 metrdən çoxdur. Dağlıq yaylalardır. Yəni biraz tərkibində dağlıq ərazilər çox olan yaylalardır. Kordilyer və Ant dağlarının oxşar cəhəti odur ki, şərq kəmal tədricən geniş düzənliklər keçir hər ikisində. Baxın. Rəngin şərqə doğru açıqlaşmasından Kordilyerin demək şərq yamacının tədricən düzənliklərə keçdiyini görmək olar. Ant dağlarında da elədir. Yəni rəngin açıqlaşmasından hiss eləmək olar. Düzdür, Kordilyerdə biraz lap tədrici baş verir, amma elə olmağına elədir. Ona görə də onun sualın cavabı B variantı, şərq yamaclarının tədricən düzənliyə keçməsi. Karpat və Krım dağlarının oxşar cəhəti odur ki, seismik zonalarda yerləşən cəhətdən alt qırışıqlığında dövrdə yaranmış cavan dağlardır. İndi xəritəsini göstərəcəm, hər şey aydın olacaq. Bu çəhrayı rəngdə gördüyünüz ərazi Alp-Himalay sistemidir. Bura Alp-Himalay sistemi. Bundan əvvəlki testlərdə mən bunu çəkmişəm. Bu Kordilyerandır. Burada sakitliyin olduğu qövsdür. Narıncı rəngdə olan isə Orta Okean silsilələrinin olduğu ərazilərdir. İndi bizdən soruşduğu iki əraziyə fikir verək. Biri Karpat dağlardır Ukraynada, bir də Krım dağlardır. Hər ikisi biraz burada rənglənməsi biraz yuxarıdan olsa daha doğru olacaqdı. Hə, yox, bura düzdür. Krım dağlardır bir də. Hər iki Alp qırışıqlarına aiddir. Nəyə görə? Çünki Alp-Himalay sistemində yerləşir də. Müasir dövrün davam elə gəlmə zonasında da ona görə. 12-ci sualda deyir ki, Himalay və Ant dağlarının oxşar əlaməti, yəqin ki, o da Alp qırışıqlığı olacaq. Litosfer havaların toqquşması nəticəsində yaranmışdır. Cavab tamamilə doğrudur. Çünki Himalay dağları burada Hind-Avstraliya havasının Hindistan olan hissəsi Avrasiya materiki ilə toqquşur, ona görə əmələ gəlir. Ant dağları isə Cənubi Amerika havası ilə Nazca havasının toqquşması nəticəsində subduksiya zonasında, subduksiya o deməkdir ki, okean havası materik havasının altına keçən ərazidə əmələ gəlir. Yəni hər iki anlamda litosfer havaların toqquşmasına söhbət gedir. Onun üçün şəkildə verilən okean tipi relyefin elementlərini müəyyən edin. Təbii ki, bir şelfdir. Okeana girəndə, belə deyək, çimərlik zonasının biraz daha dərinə, 200 metrə qədər. Çimərlikdə sahildən çimərliyə girdiniz, bir 200 metrə dərinliyə qədər irəliləsəz, onda şelf olacaq. Yəni materik dayazlığı, ona şelfə materik dayazlığı da deyirlər. Sonra 2, bu okean tipinin abissal düzənliklərinə daha çox bənzir. Abissal, orta okean sıra daha yox, bu 3-dədir bu. Abissal düzənliklər, hə, şelf, abissal düzənliklər, bir də okeanın ortasındakı sualtı dağ sistemlərdəki orta okean dağ silsilələri təbii ki, adlanır. 14-cü suala keçid alaq. Şəkildə biraz səhv düşüb, amma görəcəyik, mənə elə gəlir. Litosfer havaların sərhədlərində uyğun gələn relyef var. Yəni ki, iki litosfer havası qarşı-qarşıya hərəkət eləyərsə, qarşı-qarşıya hərəkət eləmiş iki litosfer havası hər zaman yer səthinin qırışmasına, yəni qırışıq dağların əmələ gəlməsinə səbəb olur. İki hava hərəkət elədi qarşı-qarşıya, qırışıq dağlar əmələ gəlir. İndi görək burada nələr var. Vulkan ola bilər, zəlzələ ola bilər, relyef forması dediyinə görə vulkan ola bilər, qırışıq dağlar ola bilər. Qırışıq dağlarda antiklinal, sinklinallar, yəni qırışıq dağların qalxmış hissələri və yaxud enmiş hissələri. Enmiş hissələri sinklinaldır, qalxmış hissələri antiklinal. Bunlar yarana bilər. Bu tipli. Cavan dağlar orta okean silsilələri. Orta okean silsilələri. Cavan dağlar, məsələn bu qırmızı rəngdə olan Alp-Himalay sistemindəki dağlar,
Litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlir. Məsələn, Ərəbistan tavası yuxarı gedib, Afrika şimala gedir. Afrika şimala gedir, Ərəbistan tavası şimala gedir, Hind-Avstraliyası şimala gedir, Avrasiya tavası cənub şərqdir belə. Yəni ümumilikdə burada toqquşma var. Bir də yəni sərhəd sayılır da bura. İkinci Orta Okean silsilələrdə görürsünüz ki, tavaların sərhədindədir. Fərqi ondadır ki, cavan dağlar litosfer tavasının toqquşması zonasındadır. Orta Okean silsilələri okean tavalarının aralaşma zonalarında. Ona görə amma nəticədə hər ikisi litosfer tavasının sərhədinə uyğun gəlir. Ona görə də 14-cü sualda B variantı düzdür. 15-ci sual. Şərq yamaclarının yarımkürəsində yerləşən qədim dağ sistemləri. Burada təbii ki, bizə dünyanın fiziki xəritəsi lazım olacaq. Demək, nəzərə alsaq ki, dünyanın quruda yerləşən seysmik zonalarına çox böyük ehtiyacımız olacaq. Ona görə də fiziki xəritənin üzərində həmin əraziləri işarələməyə çalışdım. Demək, deyək ki, şərq yarımkürəsində yerləşən qədim dağları müəyyən edin. Yəni, qədim dağdırsa, demək, seysmik zonaya, Kordilyer, Ant, Alp-Himalay, Sakit-Okeanoloğlu qövsü sisteminə düşən ərazidə yerləşməməlidir. Ona görə də bu xəttdən kənarda olanları götürəcəyik. Bu birinci şərtimiz. İkinci şərtimiz odur ki, 0-180 meridianın arasında, bu 180 meridianıdır. Bu da 0 dərəcəli meridiandır. Bunun ikisinin arasında olan bir ərazi olmalı. İndi baxaq. Yəni, bu bölgədən nəsə götürəcəyik. Görək, hansı dağları verib bizə? Demək, şərq yarımkürəsində yerləşən qədim dağlar. Ural dağları ilə qədim dağ sistemi və yaylalar müəyyəni soruşur. Qədim dağ sistemi Ural dağları, yayladakı Orta Sibir yaylası. Görürsünüz, şərq yarımkürəsinə düşdü, həm də ki, seysmik zonadan kənardaydı. 16-cı sual Euler-Venn diaqramının üzərində bir sualdır. Nə deyir? Deyir ki, ovalıqlar və yaylalar fiziki xəritədə lay-lay rəngləmə üsulundan göstərilibsə, bu lay-lay rəngləmə üsulu demək, hər ikisinin ortaq cəhəti olacaq təbii ki, 3-ə A gedər. Sonra ki, denudasyon mənşəli düzənlikdirsə, onda yayıl olacaq. Çünki yaylalar denudasyon olur. Denudasiya nədir? Əvvəli dağ olub, sonra hamarlaşıb, nisbətən hündür belə bir ərazi alınır da. Sonra keçdik, denudasyon dedik bunu. Mütləq hündürlük 500 metrdən çoxsa o da yayladır. Çünki yaylalar elə olur. Danışmışdıq o barədə. Mesopotamiya Kür-Araz ovalığı eşitmişsiniz yəqin. Demək ki, ovalıqlara gedəcək. D variantı burada. Mesopotamiya demişik bunu. Sonra gəlir əsasən yanacaq faydalı qazıntıları ilə zəngindir. Yer qabının çökə hissələri ovalıqlar da, çökə əraziləri də çökmə mənşəli faydalı qazıntıları. Məsələn, yanacaq faydalı qazıntıları. Ona görə də D, Y, B, C, A variantı düzdür. Oradakı D variantı da var. 17-ci sual yenə Euler-Venn diaqramı. Deyir ki, Euler-Venn diaqramı sualıdır. Dediyim kimi çox öyrədici bir sual formatıdır. Çünki bir şeyin həm oxşar, həm fərqli, həm də ki, ümumi xüsusiyyətlərini bilmiş olur. Suala uyğun olan şəkil sxem, xəritə sxemi qoymuşam sağ tərəfdə, baxacağım da ona. Orta okean ərazisinə əsasən adalar şəklində okean səthindən çıxırsa, Orta Okean silsilələri okeanın ortasında litosfer tavalarının aralama sərhədləri boyunca formalaşırdı. Həmin ərazidə sualtı dağ sistemləri olur. Hərdən su səthindən çıxıb adalar əmələ gəlir. Məsələn, İslandiya adası, Azor adaları, bildiğim İslandiya adası, Azor adaları, Müqəddəs Yelin adası, sonra Galapagos adaları, Pask adası, Kerguelen adası, Tristan Bikuni adası, Kerguelen adası və s. Yəni ona görə də bu A variantı burada okean tipli yer qabığına malikdir. Okean tipli həm okean yatağı, həm Orta Okean silsiləsi okean tipli yer qabığıdır. Ona görə də B ortaq olacaq. Demək. Sonra keçdik. Bunu işlətdik. Litosfer tavalarının divergent aralanma sərhədindən söhbət keçdi. Orta okeandır təbii ki. Çünki burada məsələn deyək ki, Atlantik okeanda yerləşən silsilə ikiyə bölünür. Şimali Atlantika silsiləsi var, bir də Cənubi Atlantika. Şimali Atlantika silsiləsi Avrasiya materiki Şimali Amerikanın aralanmasına əmələ gəlir. Cənubi Atlantika isə Cənubi Amerika ilə Afrikanın aralanmasına əmələ gəlir. Yəni divergent deyilir də ona. Sonra səthin hamar olub okean dibinin əsas hissəsidir. Okean yatağı düzənlikdir, yəni o buna aiddir təbii ki. Sonra bir də okean dibində yerləşən abissal düzənlikdir, onun digər bir adıdır. Ona görə də Y. Doğru cavab A, C, D, Y, B. Növbəti suala baxaq. 17-yə baxdıq. 18-ci sual. Bəzi bu tərəfdədir. 18-ci sual. Deyəsən daha böyüdür. Bunu biraz kiçildim. Davam edək, getdik.
18-ci sual. Eyler-Venn diaqramı əsasən uyğun olan bəndləri müəyyən edin. Ovalıqlarla demək yaylaları bizdən soruşur. Ovalıqlar, yaylalar. Qranit qata malikdir. Yer kürəsində materik yer qabığı bütöv qranit qata malikdir. Ona görə bir ortaq cəhətdir. Çökmə sıxır qatlarında yaran. Bir dənə bu qələmi biraz nazikləşdirəcəm. Baxıram ki, bu çox qalındır. Hardasa 25-28 yaxşı olar. Aha. Qranit qata malikdir. Çökmə sıxır qatı nisbətən nazikcə yayla. Çünki yayla biraz dik olur. Yaylanın ərazisi biraz dik olur deyə çökmə sıxır qatı qalın olur. Nazik olur. Çünki səthi hündür denik, xarici qüvvələrin təsiri nəticəsində yağışın, küləyin və səth axınlarının təsiri nəticəsində çökmə sıxır kənara denudasiyaya uğramış olur. Ona görə. Nisbətən naziksə bu yaylardır. 2-ni gətirib bura atırıq. Sonra ki 3-ə. Əsasən akkumulyasiya nəsə, yəni toplanmadan əmələ gəlirsə, ovalıqlar yer qabının nisbətən çökək yeridir. Çökək yerlərə də çökmə sıxırlar uzun minli illər ərzində təbii ki toplanır. Ona görə 3 də burada. Üzvü mənşəli faydalı qazlar ovalıqlarda olur, çökək ərazilərdə 4 də burada. Sonra filiz faydalı qazları platformaların qalxmış hissələrində denudasiyon düzənliklərdə olur. Bilirsiniz ki, platformada litosfer tavalarının toqquşub aralanma sərhədlərinə uzaq yer edirlər. Məsələn, filiz faydalı qazları, çökmə mənşəli faydalı qazlar məsələn Amazonda, Orinoco'da, La Plata'da daha çoxdur. Amma filiz faydalı qazları demək Gviyana əyaləsi ilə Braziliya əyaləsində daha çox. Çünki orada platformanın qalxmış hissələri. Platformanın qalxmış hissələrində kristallik maqmatik sular səthə yaxın yerləşir. O səbəbdən də orada demək çökmə nədir? Filiz faydalı qazları biraz daha çox olur. Demək, burada olur ki, filiz faydalı qaz çoxdursa, təbii ki, burada yaylalardan söhbət keçir. 5 də burada. Sonra quru səthin əsas hamar relyefi olur. Hər ikisi hamar relyef forması. Çünki düzənliyin növləridir. Ona görə də belə. Olur 3, 4, 2, 5, 1, 6. Yəqin ki, Y variantı doğru cavabdır. Yəqin ki, yox, dəqiq Y variantı cavab. Sonra keçək 19-cu suala. 19-cu sualda deyir ki, görək nə deyir 19-cu sualda. Yenə Eyler-Venn diaqramı. Mən bu tipli suallar çox xoşlayıram. Çünki şagirdlər üçün çox öyrədicidir. Açıq mən sizə deyim, öyrədicidir. 19-cu sual deyir ki, Eyler-Venn diaqramı əsasən uyğun olan bəndləri müəyyən edin. Kordilyer dağlarının Appalas dağları. Bilirsiniz ki, Kordilyer dağları burasıdır. Appalas dağları seismik zonada Kanada yerləşir. Əsasən Kaynazoy erasına əmələ gəlmişsə, Kordilyer olacaq. Çünki Alp-Malay sistemi, Kordilyer antisistemi Alp-Malay sakit okean olduğu göstərir. Yəni seismik zonaların Kordilyer and bölgəsinə düşür. Yəni ki, Kordilyer anda düşür, oradakı seismik zonadır o səbəbdən. Onu bu getdi. Sonra ən hündür zirvə Mitchell Appalas dağlarındadır. 2037 metrdən hündürlüyü var. Ona görə 2 orada. Paleozoy erasına formalaşıb Appalas olacaq. Çünki demək, seismik zonalardan kənarda yerləşən dağlar, hamısı qədim dağ, əksəriyyəti. Onlar ya Mezozoy erasında əmələ gəlmiş olurlar, ya da ki, Paleozoy. Mezozoyda əmələ gələnlər Kimmeri qırışıqlardır. Bu işarələdiyim dağlar isə, adlarını deyileyim istəyirsiniz. Appalas dağları, Ural dağları, Skandinaviya dağları, Əjdaha dağları, Kap dağları, Qərbi Qat dağları, Şərqi Qat dağları, Böyük Suarizi silsilə, Böyük Xinqan dağları. Belə də çox deyil. Yəni bu dağlar qədim dağlardılar. Yəni çünki qədim dağlar da Paleozoy erasına aiddirlər. 3 burada. Yox, 3 yox, nə idi? Onu yazmışdım mən. Appalası yazmışdım. 4-də ən hündür zirvəsi McKinley. McKinley demək bu hissədə Kordilyer dağlarının ən yüksək zirvəsidir. 6194 metr hündürlüyü var. Ona görə də McKinley-də Kordilyer dağlarına keçir. 4 burada. Meridional istiqamətdə uzanır. Hər ikisi meridional istiqamətdə uzanır. Həm Ural dağlarını götürsəz, həm də Appalası götürsəz, hər ikisi meridional istiqamətdə uzanır. Ləğv eləyək bunları. Aha. Nətər? Baxaq. Təxminən meridionalda demir ki, tam bu Appalas belədir. Bu da burada Ural belədir. Yəni biraz sanki şimaldan cənuba var. 5 ortaq cəhət ola bilər. Yoxsa, hədə. Ola bilər, hə, düzdür. Çünki tam olmasa da biraz yəni meridionallıq var. 5 getdi. Filiz faydalı qazlara malikdir. Qədim dağlarda olur daha çox və Kordilyer də nisbətən Mezozoy erasına düşən çox yerlər var. Kordilyer də filiz faydalı qazlarına asığı zəngindir. Çox da qədim dağ olmasa da Kordilyer bu baxımdan biraz fərqi var. 1, 4, 2, 3, 5 doğru cavab. 20-ci sual. Qırışıq dağlara aiddir.
Gördüyünüz seismik sistem ki çəkmişəm mən bura. 3 dənə seismik sistem. Kordilyer Ant, Alp Himalay, bir də Sakit Okean odlu qövsü. Hansı dağ bu əraziyə düşübsə, o dağ qədim dağ, cavan dağ sayılır. Cavan dağlarda qırışıq dağlar sayılır. Yəni qırışıq dağlar, yəni cavan dağlar. Məsələn, böyük sahil sistemə baxın, Avstraliyadadır. Avstraliya dünyada ilk materik ki, heç bir seismik sistemə düşməyib. Altay dağları seismik cəhətdən fəal olsa da seismikdən kənardadır. Ola bilməz ona görə doğruca. Tian Shan da həmçinin seismikdən düşsə də yaranışı daha qədimdir. Sonra Altay da var idi orada. Tian Shan da var idi, Altay da var idi. Bu variantlar gedir. Bu doğru cavab D variantı Y-niyə deyil. Ural dağları məsələn kənardadır, ona görə də Y-də deyil. 20-ci sualı elədi. İndi hərəsinə bir məsələn tapırıq da. Məsələn filan səbəbdən məsələn. İndi bütün səbəblərin hamısı xırdalığına qədər danışında biz uzunçuluq olur. Ona görə də tam axıra qədər getmək olmur. Qədim dağlar üçün səciyyəyə olan xüsusiyyət denudasiya nəticəsində daha çox parçalanmışdır. Yəni ki, belə deyək də, hamarlaşmışdır. O mənada deyilir ki, parçalanmışdır, yəni hamarlaşmışdır. 22-ci suala baxaq. Deyir, Orta Sibir, Dekkan, Xakkar coğrafi adlarını birləşdirir. Ümumi cəhət odur ki, onların hamısı yaylalardır. Elə Orta Sibir yaylasının elə özündən bir. Bəlkə başqa səbəb deyəcək baxaq. Hə, ikili səbəbi var bunun, deyəsən yazıblar. Görə nədir? Yaylalardır və şimal yarımkürəsində yerləşir. Yoxlayaq onu görə elədir, elə deyil. Ekvator xətti buradan keçir, bilirsiniz. Ekvadoru kəsir. Dekkan yaylası şimaldadır. Orta Sibir yaylası şimaldadır, həm də yayladır. Sonra Gviyana yaylası şimaldadır, həm də yayladır. Sonra demək Dekkan dedik, Orta Sibir. Bir də Xakkar yayladır, o da şimaldadır. Bəli, doğrudur. Hər iki şərti ödədir. Həm şimal yarımkürəsində oldu, həm də yaylı oldu. Ona görə doğru cavab A'dır. 22. Ural, Skandinav, Kap dağlarına oxşarcı qədim dağdılar. Əgər qədim dağdırsa, Ural olsun, işarələdim. Skandinaviyanı işarələdim. Bir də Kap dağlarına. Qədim dağlar. Niyə görə? Çünki seismik sistemə düşməyiblər. Seismik sistemə düşməyən dağların Kordilyer Ant, Alp Himalay, seismik bir də Sakit Okean odlu qövsünün adaların üzərinə də təbii ki düşməyibsə demək ki, qədim dağdır. Alp qırışıqlığı ola bilməz, çünki qədim dağdır. Qədim faili dağlar düzdür. Dünyanın ən hündür dağlarıdır. Qədim dağlar hündür olmur. Şərq yarımkürəsindədir. Bəli, şərq yarımkürəsi. Çünki Qrinviç meydanına baxsaq, Qrinviç meydanı keçir buradan. Qrinviç 180 arasında şərqdə yerləşirlər. Doğrudur bu da. Onda doğru cavab 2-4 olar B variantı. 23-cü suala elədik. 24-ə baxaq. Bu sual, bu tipli sual. Qəbul imtahanına düşüb 2020-ci il idi desəm, pandemiya ili idi. Bundan əvvəl testdə də mən demişdim, burada da var. Qrabendir. Yer qabığında əgər qırılaraq bir eniş varsa, fikir verin, bax, belə olub da, bax. Bunlar bir bərabərdə olublar. Bunlar da bir bərabərdə olublar. Bunlar da eyni bərabərdə olublar. Belə çıxır ki, orta isə çöküb. Həm də oxşar əslində var da, görünür ki, çöküb. Amma necə çöküb? Bu cür çöküb. Bu qraben sayılmır. Qırılaraq, sanki onun bir hissəsini kəsmirsən. Belə olanda ona deyirlər qraben. Doğru cavab A. Sxemə verilən sadə qırışıq formalı müəyyən edin. Əgər iki qarşı-qarşıya hərəkət edən ikili tasvir tavası quruda yer qabının qırışmasına səbəb olur bu cür. Buna qırışıq dağlar deyilir. Qırışıq dağlardır, yəni Kordilyer Ant, Alp Himalay, bir də Sakit Okean odlu qövsünə düşən ərazilərdə bu cür relief formaları yaranır. Enmiş hissə ki var, bu kəsim, bura sinklinal sayılır. Qalxmış hissə bura antiklinal sayılır. Ona görə də doğru cavab, o rəqəmlərə baxsaq, 2-yə, 1 antiklinal, 2 sinklinal. Doğru cavab Y variantı. 26-cı sual. Asan mövzudur. Biraz məntiqin başa düşürməli gəlir. Biraz səbr elə, axıra qədər dinləmək lazım. Bu qədər bunun işi var. Alp Himalay qurşağında yerləşən, qurşağına daxil olan dağ silsilələri. Hansılar bura aiddirsə bizim doğru cavabımız o olacaq. Çünki Alp Himalay sistemi buradır. Görək, Piriney dağları, Pamir qaxı elə doğru cavab adı. Bax, işarələyəcəm bir baxın. Piriney dağları, Alp dağları İtaliyada, İtaliya, İsveçrə, Avstriya sərhədində, Pamir dağları, Karpat dağları, bu Ukrayna, Rumuniya ərazisində daha çox. Bir də Qafqaz dağları. Hamısını dedim. Bunlar hamısı Alp Himalay sistemində idi. 5 dağ idi də. Hə, 5-ində demişik. Demək, ona görə doğru cavab A'dır. Məsələn, B niyə deyil? Çünki B ümumiyyətlə seismik sistemindən kənardadır. Məsələn, deyək ki, Ahvalas seismik sistemindən kənardadır. Bunlar heç seismik sistemdə deyillər. Skandinaviya
Nəinki alpmalar sistemində deyirlər, ümumiyyətlə seysmik sistemdə deyirlər. Məsələn, Sayan dağları olsun, lap Ant dağları olsun. Bu Ant dağları bu hissədir. Bunun alpmalar sistemi, burada alpmalar sistemi, onun alpmalar sistemi təbii ki, heç bir aidiyyəti yoxdur. Ona görə də belə oldu cavab. 26-nın da cavabı A variantı oldu. 27-ci sual bax. Qədim dağlar qrupu müəyyən edin. Yəni ki, görürsünüz necə yaxşı olub ki, bu sxemi sağ tərəfdə mən çəkmişəm ki, işimizi rahat söhbətimizi eləyə bilirik. Qədim dağ, yəni dərs izah etməyin də özü bir söhbətdir də, o mənada deyirəm. Bu da bir söhbət növü sayıla bilər. Söhbət eləyirik də, deyirik ki, yəni bir-birimizi anlamağa çalışırıq. Demək, qədim dağlar qrupunu müəyyən edin. Yəni seysmik sistemi Kordilyer Anda Alp Himalaya, Sakit Okean odlu qövsünə düşməsin. Çünki düşənlər cavan dağlardır, onlar qırışıq dağlardır. Qədim dağ istəyir bizdən. Olacaq. Demək, baxın, elə A variantı burada da düzdür. Bax, böyük sayılı silsilə Avstraliyada yerləşdir. Avstraliyada nəinki böyük sayılı silsilə, Avstraliyanın ərazisinin tamamilə seysmik zonlardan kənardadır. Yəni hər yeri köhnə kənardadır. Demək, qədim dağdır. Ural dağları buradadır, qədim dağdır. Skandinaviya dağları buradadır, qədim dağdır. Apalas dağları buradadır, qədim dağdır. Niyə görə? Heç biri qırmızı rəngdə işarə edeyim, ərazi düşməyib ona görə. 28-ci sual. Seysmik zonalara düşməyiblər ona görə. Şimal və cənub tropikləri xəttləri arasında yerləşən yaylalar. 23-lər var da, burada xəritəni biraz yaxınlaşdırsam, baxın, burada şimal, cənub tropiki sözü var. Burada şimal tropiki sözü var. 23,5 dərəcə şimal enliyinə 23,5 dərəcə cənub enliyinin arasında olan yaylaları bizdən soruşur. Yəni, təxminən sahələri silək. Çünki buna bizim hələ ehtiyacımız çox olacaq. 23,5 şimal enliyi, şimal tropik. Biraz düz çəkim. Şimal tropik xəttidir belə. Təxminən belədir. İndi təxmini çəkirəm. Biraz tələsik çəkirəm. Üzrü sayın. Ola bilər. Xırda xətalar ola bilər. Şimal və cənub tropik xəttləri arasında yerləşən, yəni Qviyana yaylası ola bilər, Şərqi Afrika yaylası ola bilər, bir də Efiopiya, ola bilsin bir qismi də Dekan ola bilər. Görək nədir cavab? Braziliya yaylası da ola bilər. Braziliya, Orta Sibir yaylası kənardadır, A deyil. Qviyana, Dekan yaylasının bir hissəsi düşür, görək onu cavaba verə bilərmi? Dekanın bir hissəsi çox güman verməyəcək, çünki bir hissəsi aşağıda yerləşir, bu deyil, olmayacaq, o deyil. Sonra keçək digər variantlara, baxaq. Böyük düzənliklər ola bilməz. Böyük düzənliklər bu hissədədir, onun bu işə aidiyyəti yoxdur. İran, deyəsən onu götürəcək. İran yaylası biraz, yox, burada doğru cavab bu olacaq. Çünki nəyə görə? Dekanın tam olmasa da bir hissəsi düşür axı bu hissəsi. Ona görə o məntiqlə bir hissəsi az, bir hissəsi düşmür, amma çox hissəsi düşür. Çünki digər variantlara baxdım, olan heç bir cavab deyil. Məsələn, bax, burada böyük düzənliklər deyil, burada böyük düzənliklər düşmür. Ona görə çıxacaq. Colorado bu hissədədir, düşməyəcək. Yəni, seçmik nə tropika düşmür, nə də ki, 23-lərin arasında deyil də, yəni. Qviyana yaylası, İran yaylası yuxarı hissədədir, o ola bilməz. Ona görə də bu gedər. Sonra keçdik. Anadolu yaylası Türkiyə, yenə də şimaldır, o da ola bilməz. Doğru cavab demək ki, B variantı olacaq. 29-cu sual. 29-cu sualda deyir ki, demək, uyğunluğu, bir saniyə, biraz sual böyle. Uyğunluğu müəyyən edin. Qədim platformalar, qədim dağlar, qırış, cavan dağlar. Bir dənə bu cavan dağ söhbətini deyim, sonra da keçərik. Cavan dağ oldu ki, Kordilyer Ant, Alp Himalaya, Sakit Okean odlu qövsünün üstünə düşməlidir. İndi burada Sakit Okean odlu qövsünün üstündə elə dağ tanımırıq, çünki onlar ada üstü dağlardır, elə də böyük deyil. Yəni, doğru cavab görək nə ola bilər? Bu cavan dağa hansı gedə bilər? Himalay, rahat. Demək ki, 3-ə 3 getməlidir. Digər variantların hamısını çıxsaq, 2 variant qalacaq. Qədim dağ deyil, Ural olacaq. Çünki Ural seysmik zonadan kənarda yerləşir. Məsələn, Alp Himalay sistemi yaxınlığında var, o da ondan kənardadır. Demək, qədim dağ 3-də Ural 2-yə də 2 gedəcək. 2-yə də 2 gedirsə, onda C variantı 29-da doğru cavab ola biləcək. 30-cu sual. 30-cu sualda deyir ki, yer qabının aid coğrafi qanunları müəyyən edin. Geniş düzənlə əsasən platforma bu gəlir, elə A variantı doğrudur. Çünki platforma sözünün elə özünün mənası elə düzənlik deməkdir. Yəni, seysmik cəhətdən
passiv zonalarda platformalar, bu kənar ərazilər, bu hissələr, bu hissələr, bu hissələr. Seysmik zonalardan kənarda qalmış hissələrdir. Avstraliya bütöv. Ona görə bu doğrudur. Məsələn, baxaq B niyə deyil? Ona görə B deyil ki, platforma litosfer tavanın sərhədində olmur. Litosfer tavanın sərhədində olan ərazi, bu qırmızı işarələdiyim ərazilərdir. Onlarda platforma yox, seysmik zona sayılırlar. Bu səhvdir. Torpaq əmələ gəlmir. Dağlıq ərazilər zəif düzənlikdə çox gedir. Səbəb bilmək istəsə, çünki dağlıq ərazidə daima əvəzinə yağış yağanda, ümumiyyətlə meyilliyi var deyil, səthdə axınlar əmələ gəlir. Səth axınları torpağın üst münbit qatını yuyub aparır. Torpaq əmələ gəlmə zəif baş verir dağlıq ərazilər. Düzənliklər, dağlıq ərazilər lap yüksəyində də iqlim şəraiti imkan verir. Bir ki, torpaq örtü zəif olur və s. və axır. Ən böyük göllər Horst üzərinə. Horst yer qabının dik qalxmış hissəsi, qırılıb qalxmış hissəsi. Qraben desə yenə adam nəsə fikirləşərdi. Bu hündür bir ərazidir. Cavan dağlar platformada yerləşə bilməz. Platforma düzənlik demək, dağ demək deyil. 31-ci sual. 31-ci sualda deyir ki, demək, yer qabının qanun uyğunluqlarından birinə müvafiq olan ifadəni müəyyən edin. Uca qırışıq dağlar litosfer tavan sərhədində yerləşir. Doğru cavabı gözümə dərhal dəydi. B-dir. A niyə deyil? Ən böyük göllər Horstlar yox. Dediyim kimi Horst ola bilməz. Horst üzərində göl ola bilməz. Qraben üzərində olsa olar. O da hələ ən böyük olmayacaq. Çünki ən böyük göl Xəzər dənizidir. Qraben mənşəli deyil. Sonra uca dağlarda torpaq əmələ gəlmə intensiv getmir. Bayaq o barədə izah edirəm. Geniş düzənliklə litosfer tavanın sərhədində yerləşmir. Sərhədinin kənarda yerləşir. Yəni bu platforma ərazilərində, buralarda. Burada bir dənə Şərq Afrikanı çıxacaqsınız. Ora deyil. Digər ərazilər. Ərəbistanda, Hindistanda yuxarı, o şümdə belə, yəni deyək ki, uzaq ərazilərdir. Düzənliklər seysmik zonalarda daha geniş yayılmışdır. Seysmik zonalarda dağlar geniş yayılmışdır. Ona görə də bu da təbii ki, doğru deyil. Yəni doğru deyilini çıxdıq. 32-ci sual. 32-ci sualda deyir ki, görək nə deyir? Fəal seysmikliyə malik və fəaliyyətdə olan vulkanların müşahidə olunduğu dağları müəyyən edir. Elə dağ deyin ki, dağ sırası deyin ki, seysmik zona da yerləşir, həm də fəaliyyətdə olan vulkan olsun. Məsələn, A niyə deyil? Birincisi, bunların fəaliyyətdə olan vulkanı yoxdur. İkincisi, Verxoyan silsiləsi heç seysmik sistemdə də deyil, kənarda. Yəni, bu işarələdiyim qırmızı yerdən kənarda. Demək, bu ola bilməz. Birə baxmamışdır. Skandinaviya dağları seysmik zonada deyil. Həm də vulkanı da yoxdur. Pamir dağları seysmik zonaya düşür. Appalas kənarıdır. Baxın, buradadır. Demək deyil. Ant Kordilyer AP'nin doğru cavabı olacaq. Deyəcəm niyə? Hələ 5-i deyim. Kordilyer seysmik zonadır bura. Cavan dağ, fəaliyyətdə olan vulkanda var. Məsələn, Reyni Şasta. Appalas dağları amma kənardadır. Ona görə də burada deyil. İndi baxaq Anda. Ant dağları burada yerləşir. Fəaliyyətdə olan vulkanları çoxdur. Rüyüs var, Katopaxi var, İlyampu var, Lülyaleko var və s. və ilə. Kordillerdə bayaq dedim, Reyni Şasta vulkanı var. Apenin yarımadası İtaliyada da Vezuvi vulkanı məsələn var. Stromboli vulkanı var. Ona görə də D variantı düzdür 32-də. 33-cü suala baxaq. 33-də deyir ki, fəal seysmikliyə malik, lakin fəaliyyətdə olan vulkanların müşahidə olunmadığı. Yəni deyir ki, seysmik zonaya düşsün. Mənim bu işarələdiyim, qırmızı rəngdə işarələdiyim bu seysmik zonalar bunlara düşsün. Amma fəaliyyətdə olan vulkan olmasın. Bəs onda baxa görək. Qafqaz düşür seysmik zonaya, bəli düşür. Çünki Qafqaz burada düşür. Ant dağları bu hissədə də Ant dağları da düşür. Appalas düşmür, kənarda qaldı. Ona görə də birinci şərt ödənmədi. Birinci şərtdə deyir ki, fəal seysmikliyə malik olan. Yəni seysmik zonaya düşən mənası verir. Çünki hansı dağ seysmik zonada deyilsə, onun fəal seysmikliyi ola bilməz. Hansı dağ bu qırmızı rəngdə işarələdiyim ərazisə, odur fəal seysmik. Sonra bu A variantı ilə nə idi bu? Appalasa görə getdi. B variantı Ural dağları seysmik zonaya düşmür, gedər. C variantı doğru cavabı izah edəcəm sonda niyə? Ant dağları düşdü fəal seysmikliyə. Burada yerləşir Ant dağları. Fəaliyyətdə olan vulkan amma var. Çünki məsələn burada bax dedim ki, Ruis var, Katopaxi var. Nə bilim, bir sıra vulkanlar var orada. Lülyaleko və s. Piriney dağları Apenin Ant hər üçü seysmik zonaya düşür, yəni fəal seysmikliyi var. Bu yaxşı cəhətdir. Demək bu bizim əlverişli cəhətdir. Düz gəlir. Amma fəaliyyətdə olan vulkanı yoxdur. O da düz gəlir. Amma Apenin yarımadası seysmik zonaya düşür, amma fəaliyyətdə olan vulkan var məsəl üçün Vezuvi vulkanı. Ona görə də
Bu da doğru cavab deyil. İndi gələk baxaq bizim tapdığımız cavablara. Qafqaz düşdü seysmik zona fəaliyyətdə olan vulkan yoxdur, tanımırsınız. Tanıdığı sönmüş vulkanlardır. Pamir dağları həmçinin orada fəaliyyət olan vulkan yoxdur. Himalayada fəaliyyət olan vulkan yoxdur. Hər üçü də seysmik zonada yerləşir. Demək doğru cavab 3 olacaq D variantı. 34. Əsaslandırılması var da. Sualı elə belə sadəcə yazmaq olmaz. Onu gərək bir başa düşmək lazım ki, niyə bu cavab budur. Yəni bunun dərinliyinə gedirəmsə biraz, fikirləşirsə ki, müəllim biraz dərindən danışır, çox xırdalığına gedir. Xırdalığına getməsə öyrənə bilmərik. Ümumiyyətlə öyrənməyin yolu odur. Bir şey öyrənmək o nəyinsə xırdalığına varmaq deməkdir, deyil? Mahiyyətinə varmaq deməkdir. Okean dibinin ən böyük düzənlikləri abissal düzənliklər deyirlər. Bu yer kürəsində 50%-dən daha çox yer kürəsinin ərazisini tutur. Orta okean silsiləsi ilə, baxın burada orta okean silsiləsi göstərəcəm sizə. Bax, məsələn, bu hissə ilə sahil ərazisindəki geniş əraziləri tutur. Bax, bu hissələrin hamısı. Görürsünüz, orta okean silsiləsinin sahil arasında olan bu ərazilər abissal düzənliklər. Tək burada deyil, bu misal üçün çəkdim. Yəni odur. Mütləq hündürlüklərinin artmasına görə dağların düzgün sırası, məhz bu sualdan ötürü bir sxem salmışam. O sxemin sizə göstərəcəm. Orta məktəbin kitabından üzübəri hamısına var. Dağlar hündürlüyünə görə 3 yerə bölünür. 1000 metrə qədər olan dağlar, bu dağlar alçaq dağ sayılır. 1000-dən 2000 metrə qədər hündürlüyü olan ortadır. Əgər dağın hündürlüyü 2000 metrə ötdüsə, onda o da yüksək sayılır. Aşağıda vardı 1000 metrə qədər alçaq dağdır. 2000 metrə qədər orta dağdır. 1000-2000 yəni. 2000-i keçdisə, onda da hündür dağdır. Elə ona görə də burada dağların sırasını biz verməliyik ki, görək bu hansı kateqoriya buna düz gələcək. Yox, bu başqa bir sualdır. Demək, 35-ci sualdakı mütləq hündürlüklərin artmasına görə dağların düzgün sırasını müəyyən edin. Yəni ki, alçaqdan yüksəyə olsun da, hündürlük azdan çoxa getsin. 35-də doğru cavablara baxaq. B var, A variantına baxaq. Alt dağları Mont-Blanc 4807 metr, Qafqaz Elbrus 5642 metr, And Akonkova 6995 metr, Pamir Kongur 7719 metr, Qaraqorum 8800 K2 8611 metr. Yəni müəyyən bir cədvəl var idi ki, onu bilməliyiz. Demək doğru cavab A-dır. Məsələn, B niyə deyil? Çünki Pamir dağlarından sonra, Kongur zirvəsindən sonra Elbrus gəlməli kökündən məsələn səhvdir. Ant dağlarının Akonkoyqovasından sonra burada Makilni gəlib. Makilni ondan biraz aşağı dağdır. Akonkoyqova 6995 metrdir, amma Kordilyerdə Makilni'də 6194 metrdir. Burada belə variantların hamısını çıxa biləcəksiniz rahat. Demək, bunun üçün sizə nə lazımdır? Sizə lazımdır ki, o cədvəli öyrənmək. Tam olmasa da, cədvəlin bir 60-70%-ni öyrənsəz, onda variantları çıxmaqla da tapmaq olar. 36-cı sual. 36-da deyir ki, mütləq hündürlüklərin azalmasına görə sırasını müəyyən. Biraz çətin sualdır sözün asılı. Çünki çətinliyi nədədir? Əslində çox asan sualdır. Sadəcə bir əzbərçi bilik tələb olunur. Çətinliyi oradadır. Pamir dağlara 7719 metr Kongur, Tianşan qələbə piki 7439, bu 7700 idi, bu 7400 oldu. Ant dağları 6995 metr, Qafqaz dağları Elbrus 5642 metr, Altay dağları Beluxat 4506 metr. Demək doğru cavab B. Məsələn, A niyə deyil? Çünki məsələn, alt dağlardan sonra Qafqaz gələ bilməz, Qafqaz ondan hündür dağdır. Himalaydan sonra Pamir gəlməyi doğrudur, ondan kiçikdir, Qafqaz ondan kiçikdir, Karpat ondan kiçikdir. Amma Karpatda Gerlaxovski ştitdir 2655 metr, Kordillerdə Makilni 6194 metr. Təsəvvür edin, 6194 metr budur, 2655 budur. Yəni burada Karpat böyük ola bilmir axı Kordillerdən, ona görə də o da doğru cavab deyil. Belə variant çıxmaqla da tapmaq olardı. Vulkanik mənşəli adalar soruşur. Yəni mənası odur ki, vulkanları soruşur da bizdən. Demək, Elbrus Antarktidada vulkandır, Vezuv İtaliyadadır. Sonra Kilimanjaroda Şərqi Afrikada yerləşən vulkandır. Ona görə doğru cavab A variantı. Sonra 38-ci sual. 38-ci sualda deyir ki, mütləq yüksəkliklərinə görə düzənliklərin sırasını müəyyən edin. Onu mən bayaqlar sxemini çəkmişdim. Düzənliklər 3 yerə bölünür hündürlüyünə görə. Var ovalıq, yüksəklik, bir də var yayla. Səthi nisbətən hamar olur. Hündürlüyü 0-200 metr arasında olanda ovalıq deyilir ona, ovalıq.
Hündürlüyü 200 metrlə 500 metr arasında olub. Səthi nisbətən hamar olanda yüksəklik deyilir. Yüksəklik. Hündürlüyü 500 metrdən çox olanda çox. Və səthi nisbətən hamar olan əraziyə isə yayla deyilir. İndi bizdə görək ovalıq yüksəklik yayla dedisə, demək, yayla, ovalıq, yüksəklik. 1, 4, 6 Y variantı. 39-cu sual. Verilən əlamətlərin aid olduğu relyef formaları müəyyən edilir. Əsasən platformanın əyilmə sahələrinə uyğun gəlir. Demək, ovalıqdan söhbət gedir. Çünki bu ovalıqlar platformanın əyilən sahələri. Ovalıqların platformanın əyilən sahəsi olmağın həm də onların rəngindən bilmək olur. Məsələn, burada Amazon ovalığının, Qərbi Sibir ovalığına baxın, rəngi yaşıl rəngdədir. Yaşıl rəngdə olanda da fiziki xəritələrdə yaşıl rəng çökək ərazini göstərir. Yəni 0-200 metr səviyyəni göstərir də. Demək, burada ovalıqdan söhbət gedəcək. Çökmə mənşəli suxurlar qalınlıq çoxdur. Bəli, çünki platformanın əyilmiş sahələrində əgər çökək bir yerdirsə, əyilmə sahəsisə, orada çökmə suxurda qalın olar. Arid iqlim, indi siz onun iqlim mövzusunu keçməmişsiniz, quraq iqlim deməkdir. Demək, nə etməli? Yer qabını çökək yerin götürməli, iqlimi də quraq olmalıdır. Yayla olsa götürməyəcək. Qobi yayladır Çində, bu burada. Çünki o çökək ərazi axtarırdıq, biz ora deyil. La Plata, Kongo çökəli. Bunlar düz gəlir, çökək ərazidə çökmə suxur qatda qalındır. Amma iqlim qurşaqları, iqlimdən azca başı çıxan, yəni mövzun təzə, az da zəif də olsa keçmiş bir insan bilir ki, Amazon Kongo çox yağıntılı bir iqlimə malikdir. Ona görə də ola bilməz. Amazon ovalı yenə dediyim kimi olan bilməz. Mərkəz ovalı, Kalahari, Mesopotamiya, səhralar olan yerdir və çökək yerdir. Mesopotamiyada var Qızılqum, Qaraqum, Qazaxıstanın Minqum səhrası. Mesopotamiya yox, üzr istəyirəm, Turan ovalı. Mən səhv edirəm. Mesopotamiya biraz aşağıda, buradadır. Biraz yeri qırmızı yer düşüyor, biraz amma aşağı tərəfdir. Sonra Kalahari çökəyi Afrikanın cənub hissəsində buradadır. O da demək çökək yerdir. Həm də Kalahari səhrası var orada. Mesopotamiya mərkəzi ovalıqda Avstraliyadadır. Burada çoxlu səhralar var. Hipson, Sipson və s. belə. Doğru cavabı da Y variantı oldu. 40-cı sual. Eyler-Venn diaqramına əsasən uyğun bəlləri müəyyən edin. Qayalı dağlar sahil, Kordilyer. Bu Kordilyer dağlarının hissələri idi bu. Mən sizə deyim onları. Qayalı sahil, Kaskad dağları. O yerin göstərim. Qayalı dağlar buradır, bu hissə. Sahil dağlar qərb hissədir. Kaskad dağları da biraz aşağıda. Yəni bu olacaq Kordilyerin hissələri. İki yarımkürədə yerləşir. Nə? Appalasiya. Çünki bütün Şimali Amerikanın özü iki yarımkürədə yerləşdiyinə görə ekvatora baxsaq görəcəksiniz ki, Şimali Amerika şimalda qalır. 0-180 meridiandan baxanda görəcəksiniz qərb yarımkürədir. Bütöv Şimali Amerika iki yarımkürədir, şimal və qərb. Ona görə əgər bütöv materikin özü iki yarımkürədədirsə, onun içərisində olan Appalasi dağı, Qayalı dağları da bunun hər ikisi iki yarımkürə olacaq. Ortal cəhətdir. Sonraki hissəyə baxaq. Deyir, ABŞ-ın ən böyük daş kömür ehtiyatı Appalas dağlarında ABŞ-ın ən böyük ehtiyatı var. Bəli. Üçü götürəcək Appalas dağlarına. ABŞ-ın ən böyük kömür ehtiyatı oradadır. Biraz bu cür var gəl eləyəcək. Çünki sualın yarısı o tərəfdə, yarısı bu tərəfdə. Dünyanın ən dərin kanyonu böyük kanyondur. Kordilyer arasında çıxır. Bura K-ya yazacağım 4. Sonra keçirtləriyorə. Kordilyer 2 deyil də 2-yə yazaq 4. Sonra keçdik. Yalnız subtropik və mülayim iqlim qurşağında yerləşirsə, bunların heç biri yalnız subtropikdə yox, yalnız mülayimdə deyil. Bir dəqiqə bunu saxlayıram hələlik. Elə ikisinin də, hər ikisi subtropik və mülayimdədir. Ortal cəhətdir. 3-ə yazarıq bunu 5-i. İndi iqlim mövzusu keçməmisiniz. Gəlin belə eləyək də. Siz heç bu 5-i istifadə eləmədən cavabı tapın ki, çünki o mövzunu keçməmisiniz. Amma ortaq cəhət olmalı, dəqiq ortaq cəhətdir. Çünki subtropik iqlim qurşağının yuxarı hissəsi mülayimət çirkisində, aşağı tərəfi subtropikə. Belə olmalı, belədir. Bilənlər üçün dedim, mövzunu keçməyənlər üçün. Bundan istifadə eləməyə bilərsiniz də, cavabı tapacaqsınız. Əsasən okean sahillərinə paralel uzanır. Appalas buradan, Kordilyer buradan, ortaq cəhəti 3-ə gedəcək 6. Demək ki, 3-ə, əsasən okean sahillərinə tam paralel uzanırsa, Appalas sahil zonasında, yox, Qayalı dağlar dedi, Kordilyer. Bir dəqiqə baxaq. Appalasdan Kordillerdir, hə.
Variantlara bir də baxaq. Hə, doğru, Y. 3-5 bir də qayıdıram. ABŞ-ın ən böyük kömür ehtiyatı burada yerləşir. Yalnız subtropik və mülayim. Hə, burada bir məsələ var. 3-5-də niyə görə belə çıxır? Bu variantlar əsasən çıxır, amma 3-5 niyə burada məsələn 3-2-sinə də gedir? Çünki Kordilyer dağları yalnız subtropik mülayimdə deyil. Kordilyer dağları həm də subarktika məsələn düşür. Bax burada Arktika düşən yeri var, subarktik var, mülayim var, subtropik var, tropik var, hətta subekvatoriala qədər. Şimal yarımkürəsində ekvatorialdan başqa bütün iqlim qurşaqlarına Kordilyer düşür. Ona görə elə alındı. Sonra keçdik. Əvvəl elə götürməmişdim ancaq. 41-ci paraqraf deyir ki, Eyler-Venn diaqramına uyğun olan bəndləri müəyyən edin. Tian-Şan dağlarının alt dağları. Kaynozoy erasının alt qırışıqlığında yaranmışdır. Kaynozoy erasının alt qırışıqlığında yaranmışdır. Demək bu seismik zonalar xəritəsində işarələdiyim ərazilər olacaq. Görək bu haradır. Ant dağları olacaq. Çünki cavan dağ sistemindən söhbət gedir. Ant dağları burada idi də. Bu hissədə idi. Ant dağları burada da, ona görə də demək cavan seismik zonada yerləşəcək. Bir dəqiqə. Hə. Sonra bu bir deyildi. Qayalı dağlar dağlara malikdir. Kordilyer dağlarında qayalı dağlar var. Ona görə də 2 gedəcək. Yox, bir dənə Kordilyer bir şey yoxdur. Bir dəqiqə. Qırışıq fəaliyyət. Tian-Şan dağları seismik zonadan kənarda yerləşsələr də sonradan təkrar qırışıqlığa məruz qalmışlardı. Kaynozoy erasında fəallaşmışdılar. İki işıqlanma qurşağında yerləşirsə, bu Apalas dağları ola bilməz. Bu nə də Tian-Şan ola bilməz. Çünki 20-dən 60 Ant dağları ola bilər. Ant dağları ola bilər. Çünki Ant dağları cənub tropik xətti buradan keçir. Apalas deyirəm, Ant dağları. Yarısı düşür tropik işıqlanma qurşağına, yarısı düşür demək cənub mülayim işıqlanma qurşağına. Amma Tian-Şan dağları 20-dən 66-nın arasında yuxarı hissədə mülayim işıqlanma qurşağında yalnız yerləşir. Ona görə də deyəndə ki, 2 işıqlanma qurşağına yerləşir, bu Ant dağları olacaq. 3 burada. Sonra deyir, yenidən törən, təkrar fəallaşmaya məruz qalmışdı Tian-Şan Altay sayan dağları. Ona görə də 4 burada. Sonra ən hündür zirvəsi 6000 metrdən yuxarısı Ant dağları da Aconcagua. Tian-Şanda da vardı, amma qələbə piki idi 7439 ortaq cəhət. Demək burada 6995 idi. Burada demək Ant dağlarında Aconcagua idi. Tian-Şan dağlarında qələbə piki 7439 metr. Ona görə də bu 6000 metrdən yuxarı dediyimiz ortaq cəhətdir. Seismik cəhətdən fəaldır. Baxın, Tian-Şan dağı, Tian-Şan Altay dağları, məsələn Tian-Şanın özü, Altay sayan da belədir. Qədim dağ olsalar da yaranışı keçmişə bağlı olsa da, amma Kaynozoy erasında yenidən fəallaşıb. Ona görə də baxmayaraq ki, bu istisna haldır da, seismik zonadan kənarda yerləşsə də seismik fəallığı Ant dağlarında olduğu kimi onda olacaq. Çünki Ant heç də aydındır, çünki seismik zonadadır. Ona görə də 41-ci sualın cavabı A variantı ola biləcək. 42-ci sual. Okean dibinin relyef quruluşunun sxemindən danışır. Görək nəyi uyğunlaşdıra bilərik. 1. Materiklə xüsusiyyətlərin bizdən soruşur da. Xüsusiyyətlərindən rəqəmləri bir uyğunlaşdırır. Meyillik çox olduğu üçün çökmə surqatı nazdir. Elə baxanda görünür ki, meyilli yer 1-dir də. Yəni bu 1-ə gedər elə. Sonra konvergent zonalarda ensiz və dərin çökəli nova deyilir. Bu 4-dən bundan 2-4-ə gedəcək. Daha doğrusu 2-yə 4 gedəcək. Onda 2-yə 4 ilə görüş fikir verin. Bir dənə variantda 2-yə 4 var. D variantında. Amma qalanlara bax. 1-ə 1, 2-yə 4. Hələlik dediklərimiz doğru gəlib buna. 3-də nə deyir? Okean dibinin əsas hissəsini tutur. Səthi hamar düzənlikdir. Abissar. Bax görürsünüz, səthinin hamar olduğu şəklin burada deyilənlərin çoxu şəkildə görünən bir şeydir də, yəni. 3-ə 2 gedir, doğru. Üçüncü fikirə ikinci ərazi düz gəldi. Okeaniya yerqabına malik litosfer tavaların bir-birindən aralanma zonasında orta okean silsiləsi əmələ gəlir. Həmin, bax, belə gedir, hərəkət edir, bu da belə. Həmin aralanma zonasının orta hissəsində rift dərəsi, çökək ərazilər olur. Ona rift dərəsi deyilir. 4-də də 3 gedəcək, D variantı doğru. 43-cü sual. 43-cü sualda deyir ki, klasteri tamamlayın. Çökmə süxur təbəqəsi bazalt qatı üzərində yerləşmişdir. Demək ki, qranit yoxdur. Qranit yoxsa demək okean yerqabından söhbət gedəcək. Ovalığı çıxarır, çünki materikdə olur. Materik yamanı çıxarır, çünki orada materik yayla da çıxacaq. Şelf zonasında da materik var. Elə bir dənə qalır abissal düzənlik. Morfostruktur daxili qüvvələrin yaratı səthə əsasən hamar düzənliklərdə abissal. Y variantı.
Bura 43-ə düz gələcək. Sonra 44-cü sual. 44-cü sualda deyir ki, sxemi tamamla. Demək, burada həndəsi fiqurlara fikir verin. Əgər bu cavandırsa, demək ki, dağdan söhbət gedir. Dağın da cavanı olur, qədim. Coğrafiyada nəyin cavanı qədim olur? Dağın cavanı qədim olur. Demək, bu da olacaq qədim. Demək, bir sözü olur dağ. Biraz səliqəli yazın. Dağ. Sensora görə yaza bilmirəm. Demək, 2 olur. Demək, qədim. Qədim. Aha. Sonra Qaraqorun, bu dairələrə fikir verin. Bu dağların yerləşdiyi yarımkürələrin adları şərq-qərb yazılır da yuxarı. Qaraqorun dağları yerləşir burada. Bu da yerləşir ya indi şimal yarımkürəsi olacaq ya da şərq. Çox güman ki, şərq olar. İndi şimal olsa baxarıq ona da. Atlas dağları Qrinviç meridianına görə qərb yarımkürəsidir, qərb. Sonra keçdik. Şərq yarımkürəsində yerləşən bir dağ adı olacaq 6-da. Qərb yarımkürəsində yerləşən bir dağ da 5-də. Yəqin ki, o 5 Atlas olacaq çox güman. Çünki qədim dağ qərb yarımkürəsində Atlasdır. İndi baxaq görək variantlara baxaq görək burada hansı cavab düz ola bilər. Məsələn, bir dağ, bir yayla dedi çıxacaq, düzənlik dedi çıxacaq, dağ dedi qalacaq. Amma ikincidə cavan yox, qədim sözü olmalı idi. Ona görə də bura çıxacaq. Sonra yayla çıxacaq. Elə bir dənə bu dağ, bir dənə bu iki sözlə, bu dağ sözü ilə, bir də qədim sözü ilə doğru cavabı B variantına varmaq olar. 45-ci sualda üçlü Eyler-Venn diaqramı verib. Deyir ki, şərtlər verib. Şərtlər hansı hərflərlə düz gəlsə, sanki hərflərin yanına rəqəmləri yazılır, sonra da onu bu yerlərə qeyd edəcəyik. Sadə əslində, çox da mürəkkəb deyil. İndi həllində başa düşəcəksiniz. Məsələn, deyək ki, bax, birincidə deyək ki, zəlzələ və müasir davam elə gəlmə zonasında yerləşir. Variantlar içərisinə baxsaq, Qalakar falan. Görəcəksiniz, burada padan düzənliyi taleyi yerləşir. Bu padana aid, yəni 4-ə A-ya 4 gedər. Yəni burada da A-nın yanına 4 yazacaqsınız. Cavab variantında da rəqəmlə, bu rum rəqəmi ilə bunu soruşacaq sizdən. Çünki o biri hissədə cavablara baxsaq görəcəksiniz. O biri səhvəyə baxın görəcəksiniz. Buzlaq mənşəli relyef forması da qütbə yaxın bir ərazi olmalı idi. Məsələn, burada Almaniya ovalığı qütbə biraz yaxın yerdir. Ona görə də bura B-yə 5 hissə, buraya yazacaq. Demək 2, 5 və B. Bunlar da bir cavabdır. Sonra akkumulyasiya mənşəli burada 3 dənə ovalığı var. Bir Almaniya Polşa ovalığı var, akkumulyasiya tip. La Plata'dır. Kalakari'də də akkumulyasiya prosesi gedir. Demək, padandır bir də. Buradan 3-ün bir də Kalakari'ni götürəcək. Demək, doğru cavabları Kalakari'də qum çökəkliyi var. Ona görə də akkumulyasiya prosesi dünyanın ən çox qum toplanmış ərazisidir. Ona görə də onu da götürməliyik. Akkumulyativ mənşəlidir. Demək, biz burada qaldıq Kalakari ilə La Plata ovalığının arasında. Burada məsələ burasındadır ki, iki variantın ikisi də gedə bilərdi. Yəni, bu akkumulyasiyanı saxlayaq hələlik. İki işıqlanma quşağında sözünə Kalakari ilə padanın ikisi də gedəcək. Çünki hər ikisindən cənub tropik xətti keçir. Baxın. Yaxınlaşdırın, baxın. Hər ikisinin ortasından keçir. Həm Kalakari'dən keçir, həm də La Plata'dan keçir. Ona görə də burada doğru cavab Kalakari ilə 1 ilə, sonra nəyi vermək olar? La Plata'nın 2-ni. Demək, A-ya da nə yazmışdıq? 4-də də A yazmışdıq. Yəni, A-ya 4 yazmışdıq. Demək, doğru cavablarımız belə olacaq. 1-ə 4 olacaq, 2-yə 5. Sonrakına 3-cü yerə ya 1 olmalıdır, ya da ki 5 olmalıdır. Əks halda cavab istəyək. 4-5 ilə olan heç bir variant yoxdur, bir dənə bundan başqa. Orada biri yox, 2-ni götürdü. İkisi düz gəlmir. Çox biraz mürəkkəbləşdirmişlər sualı. 46-cı sual. 46-cı sualda deyir ki, demək, uyğunluğu müəyyən eləyin. Baxaq, iki təklifin verilən bu iki təklifi hansı davam elə gəlsə, onu yazacaq. Deyir ki, Alt-Himalay dağlıq qurşağının ən qərb hissəsidir. Yəni ki, bu tərəflərdə Bəriz tərəfidir. Yəqin ki, orada Atlas dağları olacaq. Bu Atlas'a oxşatdım mən bunu. Çünki ən qərb hissəsi olduğu üçün ikinci 3 işıqlanma qurşağında 3 yarımkürədə yerləşir. Bəli, elə o da düz gəldi. Çünki Atlas dağlarını mən sizə göstərim və fikrimi deyim də sizə. Demək. Demək. Atlas dağları bu hissədə yerləşir. Həm Qrinviç meridianı keçir, şərq-qərbə düşür, ekvatora görə də şimaldadır. Şimal, şərq, qərb. 3 yarımkürədədir. Bu 1.
İkincisi də ki, bu alt malay sisteminin ən qərb hissəsidir. Bu da 2. Bu səbəblərdən dediyim kimi o düz gələcək. 1-ə 5 gedəcək. Sonra keçdik. İndi ikinciyə görə, bu D təklifinə görə hansı düz gəlir? Ən uca zirvəsi Çindədir. Burada Himalay dağlarından söhbət gedə bilər ya da Pamirdən. Alp ola bilməz, bu heç bir deyil. Pamir gedəcək. 3-ə Pamir. Doğru. İndi gəldik 3-ə də D olacaq. 3-ə D idisə, daha doğrusu 2-yə D idi də. 3, D, 2. Bunlar hamısı bir-birinə uyğundur. İndi əgər bura qədər hər şey doğru getdi. Əgər BC Atlas dağları ilə Pamir dağlarının oxşar xüsusiyyəti olsa, onda bu variant elə düz olar. İndi baxaq. B. Bütövlükdə mülayim işıqlama qurşağıda yerləşir. 23-dən 66-nın arasında Atlasda, Pamirdə. Hər ikisi doğru cavabdır. Hər ikisinə düz gəlir, yəni. Sonra keçdi C-də də deyək ki, fəaliyyəti olan və aktiv vulkan rast gəlinmir. Vulkan yoxdur nə Atlasda, nə də Pamirdə. Bu baxımdan da düz gəlir. Ona görə də doğru cavabımız dediyim kimi A variantı idi. Amma variantları çıxaraq da tapmaq olardı sualı. Mənə elə gəlir ki, o bəlkə biraz daha rahat alınardı. 47-ci sual. Rəqəmlərə əsasən relyef formalı müəyyənləyin. Baxılar, mən sizə danışdım o barədə. Şəkil çəkmişdim hətta. Yuxarı hissədə buralarda var idi. Sxemin çəkmişdim. Demək, hündürlüyü 200 metrə qədər olanda ovalıq, 200-500 metr arasında olanda yüksəklik, həm bu daha. 0-200 metr olanda ovalıq, 300-500 yüksəklik, 500 keçdi yayla. Yəni, ovalıq, yüksəklik, yayla. B variantı doğrudur. Sxemdəki rəqəmlərə uyğun gələn relyef formaları 1000 metrə qədər olanda, elə burada yanındadır, elə bu hissədə. 1000 metrə qədər olanda alçaq dağlar, 1000 metrə qədər, 1000-2000 orta, 2000 yuxarıda yüksək dağlar. Yəni doğru cavab 48-də olacaq. Baxaq variantlara. Alçaq, orta, yüksək dağlar. Sonra Boz dağı, alçaq da ola bilər Azərbaycan. Uralda orta dağ, çünki ən yüksək zirvəsi Narodnadır 1895. Karpat yüksəkliyi 2655 metrdən 2000-i keçir. Doğru cavab olacaq B variantı 48-də. Keçdik 49-cu suala. 49-cu sualda deyir ki, qrafikdə göstərilən hündürlüklərin uyğun olduğu dağ silsilələri müəyyən edin. Baxaq, demək birincidə hardasa 2500 falan. Belə bir təxminən 2500-ə yaxın bir hündürlüyü olmalıdır. Skandinaviya dağları ola bilər. 2000 Gerlachovski ştitdə nə qədər? 2649 idi deyəsən. Elə bir hündürlüyü var. Sonra Ural dağları götürsək, Uralda Narodnaya 1895 metr. Bu hündürlüyə düz gəlməz, A variant getdi. B variantı böyük suarisi silsilədə konstitusiya oldu 2228 metr. Amma bu 2200-dən çoxdur. Ural dağları Narodnaya 1895, amma birinci təklifdə 2000-i keçib. Ona görə bu da ola bilməz. Karpat dağları Gerlachovski o ola bilər. Altay dağları Beluxa 4506 eləməlidir. 4000-i keçməyib. Demək o da deyil. Y variantı yəqin olar. Skandinaviya dediyim kimi 2649 metr. Demək 1-ə düz gəldi. Sonra keçdi təxmin eləyir. Yarını birə keçib görürsünüz. Sonra Piriney dağları 2. Piriney dağları. Piriney dağlarında təxminən onda hündürlüyü düz gəlir. Sonra Qafqaz Elbrus 5642 metr. O da doğru gəlir. Altay Beluxa 4506 metr, o da təxminən düz gəlir, Y variantı. Sonra gəldi 50-ci suala. 50-ci sualda deyir ki, böyüklüyünə görə relyef formalarını qruplaşdırın. Planetar, mega, makro, mezo, bir dənə mikronu yazmayıb. Planetar ən böyük relyef formalarıdır. Dağ sistemləri ona gedəcək. Böyüdən kiçiyə düzəcəkdir də sanki. Mega sərbəst iri relyef formalarıdır. Buna Kordilyer dağları düz gələr. Sonra keçdik makro, böyük relyef formalarının hissələrinədir. Məsələn, Kordilyerin qayalı dağlar Kordilyer dağlarının hissəsidir. Hissə olan dağlar relyef vahidləri. Onlar makro gedəcəklər. A burada. Mezoda orta relyef formaları, çay dərələri, yarğanlar, qoblar ona gedər. Ona görə də burada da doğru cavab olacaq D. Demək doğru cavab C, D, A. Hansı hərflər idi bu? C, D, A. Sərfə səhv yazdım. Mega. Bu hərf səhv yazmışam. B-dir. C, B, A, D. C, B, A, D, D variantı. 51-ci suala baxaq. 51-ci sualda deyir ki, cədvələ əsasən Mitçel zirvəsinə aid olduğu dağ silsiləsi ilə verilmiş zirvələr müəyyənləşdirir. Yerləşdiyi dağ silsiləsinə oxşar əlamətlər müəyyən edin. Cədvəl isə Mitçel dağ zirvəsinə aid olduğu dağ silsiləsi ilə, yəni Mitçel
Apalas dağlarının ən yüksək zirvəsindən. Demək istəyir ki, Apalas dağlarının ən yüksək zirvəsi ilə, çünki Mitchell dağının yerləşdiyi dağın ən yüksək xüsusi soruşursa, elə Apalas deməkdir. Apalas dağları ilə verilmiş zirvələrin yerləşdiyi dağ silsilələrinin. İndi baxaq. Kosciuszko yerləşir böyük sarı silsilədə. Demək, zəlzələ və müasir dağ əmələ gəlmə zonasından görə bu xüsusiyyəti yerləşdiyi materikin ən hündür zirvəsi Apalas dağlarında Mitchell ən hündür deyil. Demək bu olmaz. Daş kömür ehtiyatı orada yoxdur. Materikin şərqində yerləşməsi doğrudur. 3-ü götürəcəksiniz, çünki Apalas dağları Şimali Amerikanın şərqindədir. Demək, böyük sarı silsilədə Avstraliyanın şərqindədir. Sonra McKinley zəlzələ və müasir dağ əmələ gəlmə zonasında yerləşir, Apalas yerləşmir. Fəaliyyətdə olan vulkanlar rast gəlinir, amma Apalasda gəlmir. Şimali Amerika materikinin yerləşməsi oxşar xüsusiyyətdir. Demək, burada 2-yə də 6 gedəcək. Sonra Gerlachovski ştit. Bir də baxaq. Qalxıbbigen zirvəsi. Skandinav dağlarının ən yüksək zirvəsidir. Geosinklinal inkişafının 4-cü mərhələsidir. Bəli, amma Apalas da bu baxımdan düzüydür. Bu 7 gedəcək. Mütləq hündürlüyü 3000 metrdən azdır. Bəli, hər ikisində azdır. Bu da düz gələcək. 8-9 düz gələcək. Yəni bir 8-9 başqa yerdə varmı? Ay yox, 8-9 7-8. 7-8 6 da burada düzdür. Bir dənə 2-3-ü niyə götürmüş? 2-ni niyə götürmüş? Daş kömür yataqları yayılmışdır. Hə, böyük sarı silsilədə var idi Avstraliyada, sonradan yadıma düşdü. 2-3-dür, bir də D variantı. İndi burada eyni adlı yarımadada boyunca uzanır. Skandinav dağları Skandinav yarımadasında uzanır, amma Apalas dağları yarımadada deyil. Ona görə də o doğru cavab deyil. Sonra 52-də Orta Okean sıra dağları və okean dağları üçün ümumi əlamət deməyib. Bazalt qata malikdir, çünki okean yeri qabıqdır hər ikisi. Ona görə də bu biri götürəcəksiniz. Sonra divergent zonada yerləşir. Nov toqquşma zonasında. Ona görə də bu ola bilməz. Biri yadda saxlayırıq, biri var. Bir yerə qeyd edeyim bura, biri. Sonra çəkdir. Litosfer tağları üfüqi hərəkət nəticəsində yaranıb, bəli. Sonra konvergent zonada yerləşən novlar konvergentdədir. Orta okean silsiləsi yox. Ona görə də bunu götürmüşdük, bunu çıxırıq. Demək, sonra seismik qurşaqdadır. Novlar hə, orta okean silsiləsi hə, bir də burada 5 bəndi düz olacaq. 1, 3, 5. 53-cü sual. Şer sonrası absal düzənliklərin ümumi əlamətləri. Şer sonrası materikə girəndə ilk düzənlikdir. Abissal okeanın orta hissəsində yerləşən böyük planetin ərazisinin 50%-ni təşkil edən düzənlik. Düzənlik relyefə malikdir, bəli, doğru. Düzənlik relyefə malikdir. Bazalt qatı yer kürəsində fasiləsiz də hər yerdə var. Ona görə də baxımdan bu da düzdür. Sonra qranit qata malikdir. Abissal düzənliklərdə qranit qatı olunmur. Okean tipli yer qabığına malikdir. Bazalt hə, amma şelf materik tiplidir. Çünki şelf zonası, materik ətəyi yamaca qədər qranit gəlir, qranit yamacda itir. Sonra çökmə sıfır qatı yer kürəsində fasiləsizdir. Bircə planet nədir bu? Platformadan qalxmış sipər deyilən hissələr istisna olmalı. Zəngin üzvü alim şelfdə çoxdur, amma abissalda yox. Ona görə də 1, 2, 5 doğrudur. Bu dərsdən oxunuzda biraz statistik məlumatlardır. Morfostruktur, yəni daxili qüvvələrin yaratdığı relyef formaları. Burada xarici qüvvələrin yaratdıqlarını çıxacaq. Baxın, düyünü külə yaradır, barxanı çıxırıq. Sonra ki, karst mağarası, yağış yağır, yeraltı sular süzülür yerin altına, yer altında yaranır. Ona görə də onu da çıxırıq. Burada 54-cü sualda cavab olacaq digər qalan üçü. Vulkan konus daxili qüvvələrin təsiri nəticəsində dağlar həmçinin ikili tasvir tavasının toqquşması və yaxud aralanması nəticəsində novlar da subduksiya prosesi, yəni tavalların hərəkətinə görədir. 1, 4, 5 cavabı doğrudur. 1, 2 ilə 3 olmayacaq, çünki daxili qüvvələr yaradır. Yenə deyirəm, morfostruktur daxili qüvvələrin yaratdığıdır. Ona görə 2, 3 xarici qüvvədən çıxdıq. Qonşu ölkələr arasında təbii sərhəd rolunu oynayan dağlar bu qəbul imtahanı 2017-ci il. Qafqaz dağları, Rusiya, Azərbaycan, Gürcüstan sərhədindədir məsələn. Rusiya, Gürcüstan, Rusiya, Azərbaycan sərhədində. Sonraki alt dağları yerləşir İtaliya, İsveçrə, Fransa, Avstriya sərhədində hələ bir neçə kiçik ölkə də var. Ona görə də bunu da götürürük. Kopet dağda İran Türkmənistan sərhədində yerləşir. Bu hissədədir. Onu da götürürük. Doğru cavab olur 2. 6 da bu. 2, 5, 6. Sonra keçdik əlavə qonşu ölkələr arasında təbii sərhəd rolunu oynamayan dağ silsilələri.
Yəni bu dəfə də həmin sualın tərcüməsi. Kopyatda İran Türkmənistan sərhədi çıxırsınız. Qafqaz Rusiya, Azərbaycan, Rusiya, Gürcüstan sərhədidir. Çıxırsınız. Elbrus dağları İranda yerləşir. Xəzər dənizinin cənub hissəsindədir. Sərhəd deyil, çıxırsınız. Bir dəqiqə. Oynamayın demişdim, bunu götürürük. Buna dəyimin. Alp dağlarını çıxırsınız. Fransa, İtaliya, İsveçrə, Avstriya sərhəd. Kaf dağları Zarda yerləşir, təkcə götürəcəyik. Elbrus İranda yerləşir, təkcə götürəcəyik. Sonra bir də Verxoyansk təkcə Rusiyadadır, bunu da götürəcəyik. Ona görə də onların hamısı doğru cavablar kimi götürüləcək. 2, 5, 6 olmalıydı. Hə, il alınır. 57-ci suala baxaq. Deyir ki, verilən dağları ekvatordan olan məsafəsinin artmasına görə düzgün sayın. Yəni, ekvatora yaxın məsafədən ekvatora uzaq olan məsafəyə doğru hərəkət eləməliyik. Yaxından uzağa. Demək, ekvatora görə daha hansı daha yaxında? Atlas da, Skandinaviya var, Alp var, Altay var. Ən yaxın olacaq Atlas, çünki Atlas burada yerləşir. Sonra biraz daha yuxarıda Alp dağları ola bilər. Biraz daha yuxarıda Altay ola bilər. Altay dağları. Demək, Atlas, Alp dağları, Altay dağları. Altay biraz yuxarıdadır burada. Bir də Skandinaviya laf yuxarıdadır. Ona görə də 2, 4, 1, 3. 2, 4, 1, 3 olacaq. 58-ci sual. 58-ci sualda deyir ki, bunu silək ki, bizə sonraki suallar mane olmasın. Uyğunluğu müəyyən edin. Okean novları, abissal düzənlikli orta okean dağları. Materik və okean tipli havaların toqquşması zamanı subduksiya prosesi baş verir. Nova əmələ gəlir. A variantı. Keçmiş tərsdə. Çökmə suxurların qalınlığı okeanın kənar hissələrinə nisbətən daha çoxdur. Bu fikir doğrudur, doğru olmalı, amma şelf zonasına aid olar da. Burada onun doğru cavabı yoxdur. Okean havalarının aralanma sərhədi boyunca orta okean dağları yaranacaq. C burada. Sonra keçdik, okean dibinin əsas hissəsini tutursa, abissal düzənlik təbii ki, o da bu hissədə. Sonra okeanın daha çox mənimsənilən sahəsi şelf zonasıdır. Şelf zonası da burada vermir. Ona görə də doğru cavab ADC olacaq. Sonra keçdik 59-cu suala. 59-cu sualda deyir ki, uyğunluğu müəyyən edin. Demək, materik və okean tipli litosfer havalarının konvergent, yəni toqquşma zonasında yerləşirsə, biri materik, biri okean alt dağları. Çünki bu Cənubi Amerika havası bəhər gəlir Naska o tərəfə, ikisinin toqquşmasında yaranır. Yəni Naska ilə Cənubi Amerika havasının toqquşduğu zonada alt dağları yerləşir. Sonra qərb yamaçları isti cəryanın təsiri altındadır. Skandinaviya dağları. Çünki bu Skandinaviya burada Norveç cəryanı var, isti cəryandır. Ona görə deyir. İndi cəryanlar ola bilsin keçməsin. Bunsuz da yazmaq olardı. Ən variantlı deyildi ancaq. Variantlı olsa yazmaq olardı. B variantı burada olacaq. Sonra keçdik. Ərazisində sönmüş və fəaliyyətdə olan vulkanlara rast gəlinir. Harada? Ant dağlarında. Çünki Ant dağlarında məsələn burada Chimborazo vulkanı var. Sönmüş vulkandır. Oxus del Salado sönmüşdür. Amma Ruis var, fəaliyyətdə olandır. Sonra Cotopaxi, Lüleburgaz, Ilyampo və s. Velar. Onlar da fəaliyyətdə olandır. Yəni bu fikir Ant dağlarına aid olan bir fikirdir. Nədir? Ərazisində sönmüş və fəaliyyətdə olan vulkanlar var. Ona görə də C bura gedər. Sonra nə gəlir? Maksimal hündürlük Piriney dağlarının hündürlüyündən daha azdır. Skandinaviya dağları. Çünki Skandinaviya dağlarının hündürlüyü cəmi 2649 metrdir. Ona görə də bu D burada. 1'ə oldu bu D. 2'ye AC. İndi sonuncu deyəsən qalıb. Yəqin ki, o da Atlas dağlarında. Materik tipli litosfer havaların konvergent toqquşma zonasında yerləşir. Bəli. Afrika şimala gedir, Avropa cənuba. Nəticədə arada Atlas dağları da yaranır. Y-də bura. B, D, AC, Y. Deyərsən. Hə, sonuncu sualıymış. Yəni, sonuncu suala qədər gəldim. Heç tezinin sayına baxmamışdım. Cəmi 60 sual var imiş. Demək. 60 idi, 59. Yox, cəmi 59 sual. Diqqətlə dinlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Hansı bölgədən izləyirsinizsə deyin. İrad və təkliflərinizi mədəni qaydalar çərçivəsində dinləməyə hazıram. Sağ olun. Növbəti videolarda görüşənə qədər.